Dövlətə xəyanət ən ağır cəzaya layiqdir. Bu günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunaraq istintaqa cəlb olunması barədə sosial şəbəkələrdə müzakirələr aparılmaqdadır. Əli Kərimlinin həbsinin olduqca ağır ittihamlarla ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində həyata keçirilməsi heç bir şübhə doğurmur. Bu isə artıq dedikodu deyil. Xatırlatmaq yerinə düşər ki, illər öncə Əli Kərimlinin əməkdaşlıq etmək istəyi ilə bağlı Rusiya rəhbərliyinə yazdığı məktub barədə məlumatlar dəfələrlə mətbuatda yer almışdır. Xüsusilə son illər Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin yüksək peşəkarlıqla aşkarladığı və bütün hallarda qabaqlayıcı tədbirlərlə Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı istər ölkə daxilində, istərsə də ölkə xaricində planlaşdırılmış ağır cinayətləri aşkar edərək ayrı-ayrı gizli təşkilatları ifşa etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilmişdir. DTX-nın qabaqcadan inandırıcı dəlillərlə dövlət çevrilişi və dövlətə xəyanət kimi ağır ittihamları irəli sürərək Ramiz Mehdiyevi həbs etməsi təşkilatın bu qəbildən olan növbəti böyük uğurudur. Odur ki, biz DTX-nın fəaliyyətini bəyənir və dəstəkləyirik. Ramiz Mehdiyevin uzun illər yüksək dövlət vəzifəsində təmsil olunaraq və özünün hüdudsuz səlahiyyətləri ilə təkcə ayrı-ayrı yüksək vəzifə sahiblərini, Milli Məclisin deputatlarını deyil, siyasi partiya və onların liderlərini də öz təsiri altına sala bilmiş, gizli olaraq ağır cinayət xarakterli çirkin əməllərinə cəlb edib, dövlət əleyhinə ağır cinayətlərə sürüşləmiş, onlarla birlikdə dövlət çevrilişinə cəhd etmişdir. Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr və DTX-nın istintaq zamanı axtarışları nəticəsində əldə etdiyi sənədlər və dəlillər onun Əli Kərimli ilə törədilmiş cinayətdə əlbir olmalarına şübhə yeri qoymur. Göründüyü kimi, bu günə qədər aparılmış istintaq nəticəsində Ramiz Mehdiyevlə Əli Kərimlinin çirkin əməkdaşlığı barədə məhkəməyə təqdim etmək üçün yetərli sayda dəlillər mövcuddur. Bu dəlillər məhkəmənin gedişində təsdiqini tapdığı halda bu xəyanət yükünü Ramiz Mehdiyev ilə bərabər təkcə Əli Kərimli deyil, onun rəhbərlik etdiyi AXÇB də daşımış olur. Həndəsə elminin 3 perpendikulyar teoremində deyindiyi kimi, ölkəmizi əsrlərlə işğal altında saxlamış, sərvətlərini sümürüb aparmış, zaman-zaman ölkəmizdə soyqırımlar törətmiş, faktiki olaraq tarixi düşmən bir dövlətin vassalına çevirmək planı və arzusu, bu cütlüyün vətəndaş hüquqlarından məhrum ediləcəklərinə tam əsas verir. Ramiz Mehdiyevi və onunla birlikdə olanları Azərbaycanın dövlətçiliyinə və milli maraqlarına qarşı törətdikləri xəyanət əməllərinə görə lənətləyirəm. Bugün bütün dünyanın gözü Azərbaycandadır. Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı böyük təhlükəyə çevrilmiş təkcə xarici düşmənlərdən deyil, həm də artıq çox acı həqiqətə çevrilmiş, daxili düşmənlərdən də uğurla qoruya bilməsi üçün heç vaxt olmadığı kimi xalqımızı qalib prezidentimiz İlham Əliyev cənablarının ətrafında sıx birləşməyə çağırıram. Haqq Ədalət Partiyasının sədri Əli İnsanov. 1 dekabr 2025-ci il.